Deməli, bu qayışlı ötürmə ilə bağlı bir sual. Deməli, 2 dənə diskdir, müxtəlif radiuslu disklərdir, bir-biri ilə bağlanır və təbii ki, saat əqrəbi istiqamətində fırlanır. Bizdən soruşur ki, bu verilənlərdən hansı doğrudur? Biz demişdik ki, qayışlı ötürmədə sürətlər bir-birinə bərabər. Yəni, A ilə B-nin sürəti eynidir. Deməli, buradan görünür ki, 4 düzdür. 4 doğrudur. Sonra biz demişdik ki, təcil mərkəzə qaçma təcili. V kvadrat bölü edir. Doğrudur. Deməli, V sabit olanda A yerdən necə asılıdır? Tərs asılı. A1-in A2-yə nisbəti, R2-nin R1-ə nisbətidir. İndi bax, A-nın radiusu kiçikdir deyə, A-nın təcili B-dən 3 dəfə böyük olacaq. Yəni, AA AB-dən 3 dəfə böyük olacaq. Yəni, burada 5-də doğrudur. Periyoda qalanda, periyod, sürət eynidirsə, periyodun düsturu 2πr bölünsün T'dir. Deməli, biz bu düsturu nəzərə alsaq, baxıb görürük ki, periyod da radiusdan düz asılıdır. T1-in T2-yə nisbəti, R1-in R2-yə nisbəti. Yəni, B-nin radiusu böyükdür deyə, B-nin periyodu. Deməli, A-nın periyodundan 3 dəfə böyükdür. O şərt burada yox, burada tərsinə verir. Tezlik isə əksinə periyodun tərsidir. Tezlik isə A-nın tezliyi B-nin tezliyindən 3 dəfə böyükdür. Bu da oldu belə. Deməli, cavab oldu 3, 4, 5. Yəni 3